Salam əziz dostlar, biz yenə Brainring'dəyik. İctimai televiziyanın efirində Brainring'in 27-ci mövsümü davam edir. May ayının ilk seçim oyununda görüşürük və bütün bu vaxt ərzində verilişimizin əsas dəstəkçiləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir. Xatırlatmaq istəyirəm ki, oyunlarımız Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'dan yayımdadır. Yaratdıqları rahat şəraitə görə buranın bütün əməkdaşlarına minnətdarıq. Verilişimizin baş sponsoru bu mövsümdə də NAR'dır. Bugün müstəqil hakimimiz baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimovdur. DJ pultu arxasında DJ Maksim. Dəstək qrupumuz Flash qrupunu da salamlayaq, çünki onlar komandalara azarkeşlik edir. Xatırladıram ki, NAR kuboku uğrunda yarışlar davam etməkdədir və dəyişməyən baş sponsorumuz kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. Bu hədiyyələrlə onları təbrik edəcək. NAR sənə ən yaxın fürsətdən istifadə edib kubok uğrunda mübarizə aparacaq komandaları. Martın çempionu Göyçayın NAR Plus komandasını salamlayırım. Aprel ayının çempionu Norm Sement və Norm Sement komandasını dərhal qırmızı masa arxasına dəvət edirəm. Cavid Məmmədov, Qədir Bağırov, Elnur Qasımzadə, Şahmurad Məmmədov, Bəhruz Şabılı və Mir Heydər Həmzəyev öz çempion titulunu bu ayda qorumaq üçün meydana atılırlar və onlara rəqib olacaq komanda ölkəmizin 15 bölgəsindən və 10 universitetindən olan qalan komandalardır. 20-dən çox komanda oynamaq istəyir. Azərbaycan Dövlət Aqrar Universiteti, Şirvan komandası, yenə NAR Plus, yenə Sumqayıt, yenə Azərbaycan Turizm və Menecment Universiteti, Sabirabad komandası, Bakı Dövlət Universiteti və orada mən UNEC görürəm. UNEC komandasını yaşıl masa arxasına dəvət edirəm. Vaqif Süleymanov, Cabbar Qasımzadə, Hüseyin Seyidov, Məzahir Məmmədov, Muxtar Cəfərov və Rəşad Ağayev öz universitetlərinin şərəfini qorumaq üçün bugün meydandadırlar. Hər iki komandaya deyim ki, bu döyüş 5 xala qədərdir. Birinci döyüşə başlayırıq. Hesab 0-0. İlk sual 1 xal dəyərində. 1936-cı ilin dekabr ayında Almaz filmi ekranlara çıxmazdan qabaq yaradıcı heyət bir neçə il əvvəl vəfat etmiş kimin məzarı üstə gəlib xatirəsini yad etmişdilər? Vaxt. Buyurun, Norm Sement. Qədir Bağırov. Cəfər Cabbalın. Onun 1-0. Film görkəmli dramaturqun eyni adlı əsəri əsasında ekranlaşdırılıb. Bu səbəbdən növbəti sual yenə 1 xal dəyərində. Çəkilişləri Filippində baş tutmuş Apokalipsis İndi filminin çəkilişləri zamanı rejissor Francis Ford Coppola böyük çətinliklə üzləşmiş və demək olar ki, heç bir səhnəyə baxa bilmədən kinonu çəkməli olmuşdu. Bunun səbəbini izah edə bilərsinizmi? Vaxt. UNEC komandası. Bu suala Məzahir cavab verəcək. Buyurun. Məncə orada partlayış çox olmuşdu, bəlkə tüstülərdən görüntü. Yox, elə deyil. Rəqiblər düşünür. Montaj olunmur. Texnologiya olub ki, ona baxsın da. Yəni ki, açıniyatı materialı nə üçünsə baxa bilmir. Niyə? Məncə o vaxt baxa bilər deyə. Gözünə baxa bilməyib. Çox Filippin çox geridə qalmışdı. Gəlişə düşür, nəsə Filippində burası baxdı. Buyurun, kim cavab verəcəklər? Kimin versiyası xoşunuza gəldi? Hələ keç kəsin. Doğrudan? Bəli, Cavid Məmmədov üçün təkrar edərsiniz, zəhmət olsun. Cavid, çəkilişləri Filippində baş tutmuş Apokalipsis İndi filminin çəkilişləri zamanı Francis Ford Coppola nə çətinliklə üzləşmişdi? Yəni, çəkdiyi səhnələrə baxa bilmədən kinonu çəkmək nə ilə əlaqədar ola bilərdi? Sualda xüsusi qeyd edilib ki, çəkilişlər Filippində baş tutub və belə xaricdə çəkilən filmlərdə çox xüsusi vaxt məhdudiyyəti olur və Filippinin yerləşdiyi iqlimi də nəzərə alsaq, ola bilər ki, orada mövsümi yağışlar başlaya bilərdi və bunlar bu vaxt itirməmək üçün dərhal çəkib, montaj eləmədən, yenidən dubllər çəkmədən sürətli formada çəkilişi bitirməli idilər. Razıyam ki, bəli, filmlərin bir çox xaricdə çəkilmiş filmlərin bu kimi məhdudiyyətləri olur, amma sizin masada bir versiya da var idi ki, o doğruydu. Bu filmlər, çəkilişlər Filippində baş tutduğundan həmin dövrdə də kinolentlərin üzərində işləyə bilmək üçün müvafiq laboratoriya olmadığına görə
Filippində Coppola bu çətinliklə üzləşmişdi. Elnurun versiyasını nəsə bəyənmədilər. Elnur, amma sizin özünüzü bu günləri çox bəyənirik, çox şık görünürsünüz. Mən fikir verirəm ki, köynəyinizlə həmrəng olan gözəl bir ayaqqabı seçmişsiniz. Fikrinizi necə deyirlər oyundan uzaqlaşdırmaq istəmirəm, amma sadəcə olaraq bunu qeyd etməliyəm ki, ailə həyatı qurandan sonra siz imicinizə daha diqqətli oldunuz. Deyəsən artıq özünüz məşğul olmursunuz bu məsələlərlə. 50-50 olur. Yəni ayaqqabının bir tayını siz seçirsiniz, o biri tayını isə Yuxarı və aşağı hissələridir. aydındır. İndi aşağını kim seçib? Ayaqqabıları kim seçib? Yəni siz əgər deyirsiniz ki, zövqlüdürsə, təbii ki, Həyat xanım. yolda. Gözəl. Növbəti sual 2 xal dəyərində. Anadolunun mərkəzində yerləşən hansı Türkiyə şəhərinin adının etimologiyası Qay Yuli Sezarla bağlıdır? Vaxt. Norm Sement. Kayseri. Elədir. 3-0. Kayseri şəhərindən söhbət gelirdi. Sezarın adından yaranmış titullardan biri də Kaiser'dir. Şəhərin adının etimologiyasında da bu fakt xatırlanır. 3-0 və Norm Sement komandasının üstünlüyü. Yunek çağırırlar. Rəşad, bu komandanıza məncə ürək-dirək verməlidir. Rob Bodis xatırlayır ki, bir dəfə dostları tərəfindən 6-cı Hiss filmini izləmək üçün kinoteatra dəvət edilmişdi. Və onun dostları əslində bu filmi əvvəlcədən izləmişdi. Onların Robu bu filmə dəvət etmək səbəbləri nə idi? Vaxt. Buyurun. Kim cavab verir? Şahmurat. 6-cı hissin sonluğun biraz başa düşmək çətindir. Bəlkə bunu gətiriblər ki, sən də bax, bir izah ilə görək nədir bu film. Heç istəməzdim, amma Şahmurat oyunun davamı sizsiz olacaq. Yunek komandası düşünür doğru cavabı. Axırda sonluğu bilirlər, onun da sonluğunu şey. 6-cı hissini yoxlamaq deyir şeyin. Onun 6-cı hissini yoxlamaq üçün biləcək yoxsa yox. Qabaqcadan təxmin eləyə biləcək yoxsa yox. Baxıb ona. O baxmıyor, ofislər baxıb. Onlar da yoxlayır. Ofislər baxıb. Mən üçün şeydə Başqa vur. Buyurun. Kim cavab verir? Zəhmət olmasa sualı Vaqif üçün təkrar edir. Rob Bodis xatırlayır ki, bir dəfə dostları tərəfindən 6-cı Hiss filmini izləmək üçün kinoteatra dəvət edilmişdi, amma dostları əslində bu filmi əvvəlcədən görmüşdülər. Bəs Robu bu filmə dəvət etmək səbəbləri nə idi? Onlar bəlkə yoxlamaq istəyirlər ki, Tələsməyin. onlar yoxlamaq istəyirlər ki, o qabaqcadan təxmin eləyə biləcək. Onun bir baxıma 6-cı hissini yoxlamaq istəyirlər ki, qabaqcadan təxmin eləyə bilir yoxsa yox. Nəyi? Sonluğu. Həmin filmin baş qəhrəmanı əslində ölüdür və bunu yalnız filmin sonlarında başa düşmək olur. Dostları da Robun bunu filmin hansı anında başa düşəcəyini yoxlamaq üçün onu filmə dəvət edib reaksiyasına baxmışdılar. 3-2. Hesab arasında fərq azalır. Hesab arasında fərq azalır və nəsə demək istəyirsiniz Heydər? Nəsə Bəli, demək istəyirəm. Siz yoxsa Cavid? Mən özüm deyəcəm. Aha, deyin. Rəqib komanda məncə fərqli cavab vermişdi. Özləri də təsdiqləyər. 6-cı hissini yoxlamaq istəmişdilər. Və sizin bir dəqiqə. Və sizin səsləndirdiyiniz cavab tamamilə fərqlidir. Əminsiniz ki, belə oldu. Bəli. Anar, redaktorlarımız da deyir ki, onların cavabı fərqli idi. Siz necə düşünürsünüz? Mən düşünürəm ki, onların verdiyi cavab əslində düzgün idi. Çünki onlar cavabda istifadə edirlər ki, sonluğunu nə zaman tutmaq Sonluq məsələn. sözünü biz də istifadə etmişdik. Yəni sonluq sözü əsas puant deyil də sualda. Komanda cavab verdi ki, Vaqif cavab verdi ki, 6-cı hissini yoxlamaq istəyirdilər. Özü də yəni məncə təsdiqləyə bilər. Ümid edirəm ki, təsdiqləyər. Amma bunu yoxlamaq istəyirlər, amma sonluğunu tapmaq Məncə baxımından redaktorlardan da yoxlamaq soruşaq. istəyirlər. Onlar hər halda hamımızdan daha təcrübəlidir bu işdə. Rəşad, siz necə düşünürsünüz? Yəni Vaqif sizin cavabınızla doğru cavab arasında uyğunluq? Doğru cavab vermişik. Çünki həmin film məşhur sonluğu ondan ibarətdir ki, həmin insan bütün film boyu ölüdür və biz sonluq həm də onu içərir. Yəni həm də 6-cı hissin yoxlamaq məncə tamamilə əhatə eləməlidir bunu. Qabaqcadan yoxlamaq çalışırlar ki, bu insan bu sonluğu təxmin edə bilir yoxsa yox. Yəni bu insan bütün film boyu ölü olduğunu təxmin edə bilir yoxsa yox. Yəni siz bu iki xalı özünüzünki hesab edirsiniz. Necə eşitmədim? Siz bu iki xalı özünüzünki hesab edirsiniz. Bəli, bir xaldır. Bəli, biz özümüzü hesab eləyirik. Hər neçədirsə, bəli. Bir xallıq sualı idi, 3-1. Bəli. Yaxşı, siz əgər belə hesab edirsinizsə, oyun belə də davam etsin. Növbəti sual bir xal dəyərində. 1962-ci ildə yazılmış Rusiyada qadağan olunmuş kitablar
1825-1904 kitabında həmin illər ərzində senzura ilə üzləşmiş 262 kitabın tarixindən bəhs edir. Bəs kitabın çapı haqqında məqalədə rast gəlinən 248 ədədi nəyi bildirir? Vaxt. Okeydir, vurdu. Buyurun. Cavabınız? Vaqif cavab verəcək. Olsun o Stalin ölümündən sonra onlara icazə vermişlər yayınlanmaqlarına ona görə. Həmin 248 kitabı icazə sonradan qadağan qalxmışdı. Xeyr, elə deyil. Qalan vaxt Norm Sementindir. 262-dən 248-ə. Əvvəl 500-nə qədər olub, 300-dən çıxıb okey. Başqa yazısı olan başqa qeyri-adi olmaz da, yuvarlaq olacaq tiraj sayı. Bir də ki, məncə eşitdən müəlliflərin sayıdır bəlkə. Müəllif, yəni kimisə bir dənə 2 dənə əsəri olsa, o da ola bilər. Buyurun. Peki, zəhmət onu təkrar edə bilərsiniz mən. 1962-ci ildə yazılmış, Rusiyada qadağan olunmuş kitablar 1825-1904. Bu kitabda həmin illər ərzində senzura ilə üzləşmiş 262 kitabın tarixindən bəhs edilir. Bəs kitabın çapı haqqında məqalədə rast gələn 248 ədədi nəyi bildirir? Təxmin edək ki, o siyahı daha uzun olub. 265-dən daha çox əsər olub. Sonradan o deyilən ədəd 242 əsər çıxıb oradan, yəni. Gözlənilən kimi bu kitab özü də senzuraya məruz qalmışdı və müəllifin topladığı 262 kitablıq siyahıdan 14 əsərin adı çıxarılmışdı. Çap olunanda kitabda yer alan əsərlərin sayından söhbət gedirdi. Növbəti sual 2 xal dəyərində. Bəstəkar Sergey Raxmaninov Amerika Birləşmiş Ştatlarında musiqi yazmaqla çoxlu gəlir əldə edirdi. O hətta əla dirijor olmasına baxmayaraq dirijorluqdan belə imtina edirdi. Lakin bəzən o yenə də dirijor olmağa razı olurdu. Hansı hallarda? Vaxt. Buyurun. Doğru cavab qələbədir. Qədir desin. Buyurun. Yəqin əlavə bir qonorar qazanmaq üçün. Xeyr. Deyirəm axı imtina edirdi. Yunek düşünür. Bəlkə başqası bunun üçün bəyənməyən, bu öz mahnısını başqası eləyir və onu bəyənmir. Eyni şey gəlir də, öz mahnısını yaxşı. Öz olmaq var ki, ya kimsə yaxşı ifa eləmir və yaxud da ki, özü o qədər sevir ki, öz mahnısını Vurğula öz mahnısını. Sualı zəhmət olmasa Cahbar üçün təkrar eləyərdiniz. Cabbar, Sergey Raxmaninov Amerika Birləşmiş Ştatlarında musiqi yazmaqla çoxlu gəlir əldə edib və hətta əla dirijor olmasına baxmayaraq bir çox dirijorluq təkliflərindən imtina edirdi. Amma bəzən o yenə də dirijor olmağa razı olurdu. Hansı xüsusi hallarda? Salam Fatih. Biz elə düşünürük ki, o xüsusi hallarda öz mahnılarını, öz yazdığı mahnılarının dirijoru olmağa razı olurdu. Yəni o zaman razı olurdu ki, ondan öz əsərlərinin ifasına dirijorluq etmək tələb olunurdu. 3-3. Hesab bərabərləşir. Çox gərgin bir döyüş. Növbəti sual. Aktyor Max Schreck 1921-ci ildə lentə alınmış Nosferatu Qorxunun Simfoniyası filmində vampir rolunu o qədər inandırıcı ifa etmişdi ki, hətta onun əsl vampir olması haqqında şayələr yayılmışdı. Bəs Max Schreck bir müddət hansı məşhur rejissordan dərs almışdı? Vaxt. Rejissordan dərs aldı. Neçənci illərsə dedi? Frans Lang var. Vur, Stanislavski. Buyurun. Kim cavab verəcək? Stanislavskidən. Bəli, ondan 4-3. Şrekə Stanislavski də inanırdı və eynən sualda soruşduğum kimi, yəni o qədər inandırıcı idi ki, onu hətta vampir olduğunu düşünürdülər. 4-3 və Norm Sement komandasının üstünlüyü. Bu mənə elə gəlir ki, bu mövsümdə Norm Sement komandasının ən gərgin döyüşüdür. Yox, Heydər? Ola bilər. Növbəti sual görək bu gərginliyi azaldacaq, yoxsa artıracaq? K-Jazz TV telekanalı il ərzində müəyyən idman qarşılaşmalarının yayım hüququna malikdir. Bəs deyə bilərsinizmi, bu telekanalın baş ofisi hansı şəhərdə yerləşir? Vaxt. Yenə Norm Sement. New Orleans. Yox, orada yox. Komanda kapitansız davam edəcək oyunu. Yunek düşünür. Caz olmalıdır.
Caz Memphis vardı. Memphis cazla məşğul. Guys, bəlkə bu şeydir, Viyanadır, K'dir, bax. Şeydir, caz var, musiqi var. Memphis həm də idmanla da əlaqəli. Memphis caz, Utah caz var, İdmanla başqa nə ola bilərdi? Ver mən Utah çalış baxaram. Hesab indi bərabərləşə bilər Rəşad. Sualı zəhmət olmasa Vaqif üçün təkrar eləyirdi. K-Jazz TV telekanalı il ərzində müəyyən idman qarşılaşmalarının yayım hüququna malikdir deyə bilərsinizmi? Bu telekanalın baş ofisi hansı şəhərdə yerləşir? Memphis. Orada deyil. Utah Jazz basketbol komandasının ev oyunlarının rəsmi yayım hüququ məhz sözü gedən kanala məxsusdur və komanda Salt Lake City-ni təmsil edir. Növbəti sualın dəyəri qalxır. 2 xal oynanılır. Hər iki komandaya qələbə vəd edən sual. Münxendən Lufthansa avia şirkətinin 22-22 nömrəli reysi hansı Fransa şəhərinə uçur? Vaxt. Norm Sement komandası kim cavab verir? Cavid. Leman. Ora deyil. Cavid də masadan qalxmalı olur. Yunek düşünür. Mən deyəcəm, mən Tutuluzda. Düz cavab versəz, Sualı zəhmət olmasa Cabbar üçün təkrar eləyirdi. Cabbar deyirəm, düz cavab versəz qalibsiz. Münxendən Lufthansa avia şirkətinin 22-22 nömrəli reysi hansı Fransa şəhərinə uçur? Fatih, biz elə düşünürük ki, bu Toulouse-dur. Niyə? Toulouse. Toulouse-ya tamamilə doğrudur. Yunek komandası aprel ayının çempionlarına qalib gəlməklə özlərinə bugün final döyüşlərinə qalmaq şansı yaşadılar. Yunek komandası masa arxasına qayıdacaq 2 final döyüşü üçün və onların məqsədi əlbəttə bu ay may ayının finalında oynamaqdır. Alınacaq yoxsa yox, bunu vaxt göstərəcək. Gözlənilməz hesabla bitən bu döyüşdən sonra Yunek komandasının qayıdışını gözləyirik. Hələlik isə mən ringə biziz kimi çağırmaq istəyirəm. Şəkini yox, Gəncəni yox, Şirvanı yox, Nar Plus sizi də yox, Sumqayıtı da yox. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə dəvət edən. Buyurun, yaşıl masa arxasına. Günay Əzimova, Kərim Kərimli, Ramazan Seyidov, Mirkamil Əlifov, Nəzifə Allahyarova və komandan kapitanı Pünhan Dadaşov öz yerlərini alırlar. Başqa kim oynamaq istəyir? Bakı Dövlət Universiteti, Nar, Yeni Lənkəran, Qazax, Naxçıvan, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texniki Universiteti yox. Bakı komandasını qırmızı masaya dəvət edirəm. Bakı komandası Kənan Dadaşzadə, Namiq Quluzadə, Səbuhi Göyüşov, Tural Sultanov, Ağarəhim Qılıçov və Elgün Abdurrəhmanov öz yerlərini alırlar. Hər iki komandaya uğurlar. 5 xala qədər döyüş. Bu seçim döyüşündən qalib olacaq komanda Yunek'a qarşı 2 final döyüşü keçirəcək. Tarixçi Peter Schaff'a görə qədim Romada bütün yollar Milarium Aureum abidəsindən başlanır və bütün məsafələr bu abidədən hesablanırdı. Bəs abidə haqqında məqalələrdə ən çox hansı rəqəmə rast gəlmək olar? Vaxt. Bakı komandası buyurun. Kənan cavab verəcək. Buyursun. Gəl. Cavabınız? 1000. Yox. Rəqəm soruşurdum. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti düşünür. Hansı rəqəm deyirsən? Uşaqlar. Ya bax sənə yollar dairəvidir falan. Spesifik bir məsafə şey olmalıdır. 44 falan rəqəm deyir. Rəqəm istəyir prosta. Bəlkə 7 təpənin Rəqəm dedi. Rəqəm desə 7 bəlkə sən təkrar. 7 mən. Ədəd desə 7 deyərsən. Ədəd desə 160 deyil, şey desə 7-dir. Pünhan, bugün biz bir sensasiya görmüşük. Ümid edirəm ki, siz ikinci sensasiya imza ata bilərsiniz. Mən də eyni ümid eləyirəm, amma sualı təkrarlamanızı xahiş eləyəcəm. Tarixçi Peter Schaff'a görə qədim Romada bütün yollar Milarium Aureum abidəsindən başlanır və bütün məsafələr bu abidədən hesablanırdı. Abidə haqqında məqalələrdə ən çox hansı rəqəmə rast gəlmək olur? Rəqəm deyirsinizsə, ola bilsin 7. Bilirsiniz, bir çox şəhərlərdə mərkəz olaraq qəbul edilən nöqtələr var və həmin nöqtələrin yerləşdiyi yerlərdə abidələr qoyulur. O, şəhərə səfər edənlərə, gəzintiyə çıxanlara 0-cı kilometr anlayışını vəd edir. 0 sadəcə deyilməlidir. Hesab 0-0, növbəti sual 2 xal dəyərində. Rəssam Ağa Mehdiyevin ötən əsrin birinci yarısında baş verən hadisələri təsvir etdiyi bir rəsmdə qapısı möhürlənmiş mənzilin önündə uzanmış sadiq it əbəs yerə öz sahibinin yolunu gözləyir. Əsərin nəyə həsr olunduğunu mənə deyin. Vaxt. Bakı komandası daha cəld olur. Tural cavab versin. Eşidirəm sizi Tural. İlk saniyədə səhv etməyin.
Vətən müharibəsinə, 41-45 Vətən müharibəsinə. Xeyr, elə deyil. Masadan qalxmalı olursunuz. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İtin düşünür. sahibini represiya qurbanı Sürgün olmaq. aparmır. İt onu göstərir. Özünə təşkilat özünə təşkilat oxu. Özdə bir fikirləşək də represiya başlanır. Zəlzələ neçənci ildə olmuş? Zəlzələ 1902-dir. O it gözləyir represiya qurbanı. Kim cavab verəcək? Fatih, Kərim üçün sualı təkrarlayarsınız. Kərim, ötən əsrin birinci yarısında çəkilmiş, təsvir etdiyim o əsərin nəyə həsr olunduğunu mənə deməlisiniz. Ötən əsrin birinci yarısında ölkəmizdə repressiya dalğası var idi. Yəqin ki, o itin sahibini repressiya qurbanı olmuşdu. Onu aparmışdılar və ya öldürmüşdülər. İt də sahibini gözləyirdi, amma əbəs yerə. Əsər 37-ci il adlanır. Tamamilə doğrudur. 2-0 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir mənalı üstünlüyü. Daha bir sual. Məqbərənin yalnız şərq tərəfində aşkar edildiyini nəzərə alaraq, Çinli mütəxəssislər zaman keçdikcə nəyin sayının 4 dəfə arta biləcəyini düşünürlər. Vaxt. Bakı komandası buyurun. Namiq Cəfərci. Düşünürük ki, Terrakota ordusunun əsgərləri. 2-1. 2-1. Növbəti sual. Növbəti sual. Burada isə sizə kömək olan yaxşı yaddaş olacaq. Düzdür, biraz da məlumatlılıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin misalında. Çünki bu komandada məncə elə üzvlər var ki, 2001-ci ildə hələ doğulmamışdılar. 2001-ci ildə Manchester Universitetinin fəxri professoru Baron Jim O'Neill analitik məqalələrinin birində 2050-ci ildə dünyanın aparıcı iqtisadi sistemləri barədə yazarkən ilk dəfə ingiliscə kərpiç sözünə oxşayan bir abreviaturadan istifadə etdi. 2009-cu ildə ilk zirvə görüşü baş tutan bu təşkilat hansı adı daşımağa başladı? Vaxt. Bakı komandası buyurun. Yenə Namiq. Buyurun. BRICS. Odur. 2-2. Halbuki daha gənc rəqiblərinizin də versiyası var idi. 2-2. Növbəti sual. Mark Twain'in fikrini tamamlamalısınız. Əgər qəzet oxumamısansa, deməli məlumatsızsan. Qəzet oxumusansa, vaxt. Bakı komandası buyurun. Bu yaxşı. Yenə Namiq. Biz düşünürük ki, əgər qəzet oxumusansa, səhv məlumatlısan. Tamamilə doğrudur. 3-2. Mark Twain qəzetlərdə yazılanlara inanmırdı və buna səbəbi də var idi. Yəqin ki, yadınızdadır o qəzetdəki nekroloqu barədə yazıya mənim ölümüm barədə şayələr çox şişirdilib cavabını vermişdi. Əli oynayırsınız. Bakı komandası azlıqda qalanda daha yaxşı oynamağa başlayır. Tural, Kənan, yəni siz inciməyin, amma deməli onlara mane olan nəsə var idi. Görək bu siz idiniz, yoxsa yox. Elgün, Mark Twain'i ümumiyyətlə oxumusunuz? Təəssüf ki, Mark Twain'i oxumamışam, amma onun maraqlı hekayələrinə belə deyim, tanışam. Bəs bu halda yəqin bu sitatı da eşitmişsiniz. Mark Twain'in sözlərinə görə hansı zərərli məşğuliyyət heç bir iş görmədiyin halda nəsə etdiyini fikirləşməyə imkan verir? Vaxt. Bakı komandası buyurun. Namiq Cəfərci. Buyursun. Olsun elə qəzet oxumaq. O deyil, o deyil. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti düşünür. Sən də heç eləmədiyin yerdə bir şey. Yaxşı deyil. Bu çalışqanlıq deyil, pis çalışqanlıq deyil. Pis çalışqanlıq deyil, heç eləməyin yerdə. Siqaret çəkmək falan ola bilər. İnanma, Yatmaqdır bəlkə, yoxsa Yemək yemək. Çox yemək. Pis çalışqanlıq deyil. Çox yatmaq ola bilər. Çox yatmaq pis çalışqanlıq. Heç eləmirsən məsələn. Çox dincəlmək. Çox rahatlamaq. Buyurun, buyurun. Mənim üçün təkrarlayarsınız. Mark Twain'in sözlərinə görə hansı zərərli məşğuliyyət heç bir iş görmədiyin halda nəsə etdiyini fikirləşməyə imkan verir? Zərərli məşğuliyyətdir. Siz ola bilsin tənbəllikdən, çox yatmaqdan, çox boş oturmaqdan danışırıq. Yox, bu fikir verin. Sən güya ki, nəsə bir iş görürsən, amma əslində heç bir iş görmürsən.
amma nəsə iş gördüyünü düşünürsən. Bu zərərli vərdiş siqaret çəkmədir. O tütün çəkmə barədə belə deyirdi. Növbəti sualın dəyəri qalxır. 2 xal oynanılır və indi heyətinin yarısı masa arxasında qalan Bakı komandası bu suala cavab verib döyüşün qalibi ola bilər. Amma Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də hesabda irəli çıxa bilər. 1889-cu il Paris Ümumdünya sərgisinin reklamında deyilirdi ki, ziyarətçilər orada 6 saat ərzində müəyyən bir şeyi də biləcəklər. Bu isə onun personajlarından təxminən 300 dəfə daha tezdir. Kimin vaxt? Yenə Bakı komandası daha cəlddir. Buyurun. Ümid edirəm ki, 2 nəfərdə qalmayacaq. Səbuy cavab versin. Səbuy ehtiyatlı olun, ilk saniyədir. Jules Verne, yəqin ki, onlar dünyanın bütün abidələri orada var idi və onu gəzəcəkdir 6 saatda, amma həmin dövrdə dünyanı dövr eləmək üçün 6 saatı 300-ə vuranda nə eləyirsə o qədər lazımdır. Tamamilə doğru, 5-2. Ziyarətçilərə söz verilmiş ki, onlar Jules Verne'in qəhrəmanları kimi 80 günə yox, cəmi 6 saata dünya səyahət edə biləcəklər. Bakı komandasının bu cavabı onları UNEC-lə qarşı-qarşıya qalmaya imkan verir. Tam tərkibdə UNEC-ə qarşı oynayacaqlar. UNEC komandası buyurun yaşıl masaya. Vaqif Süleymanov, Cabbar Qasımzadə, Hüseyin Seyidov, Məzahir Məmmədov, Muxtar Cəfərov və komandanın kaptanı Rəşad Ağayev öz yerlərini tuturlar. Bu komandalara indi bir balaca fasilə lazımdır və mən o fasiləni verməyə hazıram. Oyun başlamamışdan öncə, 2 final döyüşündən əvvəl mən istəyərdim ki, kiçik bir musiqili time-out elan edək və bugün musiqili time-outda qonağımız Fərid Mertdir. Aya baxıram, aya, baxıram ulduzlara, gözləyirəm yolunu, yolunu. Vurulmuşam mən sənə, o qara gözlərinə, o şirin sözlerine ey gülüm. Könlüm seni sesleyir, kalbim seni dinleyir, yüreğim dözmür daha hicrana. Aya bakıram aya, bakıram ulduzlara, gözleyirem yolunu, yolunu. Aya bakıram aya, bakıram ulduzlara, gözleyirem yolunu, yolunu. Ya da sağıram ya da görüş günlerin ya da sevinç günlerin ya da ey gülüm. Aylar ötsə də belə, illər ötsə də yenə sevirəm səni inan sevgilim. Aya baxıram aya, baxıram ulduzlara, gözləyirəm yolunu, yolunu. Aya baxıram aya, baxıram ulduzlara, gözləyirəm yolunu, yolunu.
İctimai televiziyanın efirində Brain Ring verilişidir. Xoş gördüyünüz tamaşaçılar. Bizim baş sponsorumuz Nardır və əgər siz indiyədək Nar Plus tətbiqini telefonunuza yükləməmişsinizsə, o zaman bunu etməyin zamanı indidir. Nar Plus tətbiqi evdən çıxmadan sadəcə bir kliklə nömrənizlə bağlı bütün əməliyyatları icra etməyə imkan verir. Burada tarif planınızı dəyişə, yeni internet paketləri əldə edə və ümumiyyətlə nömrənizlə bağlı bütün əməliyyatları bir toxunuşla edə bilirsiniz. Bunun üçün evdən çıxmaq lazım olmur. Ətraflı məlumat üçün 777 nömrəsinə zəng edə və ya nar.az saytından oxuya bilərsiniz. Bugün bizim müstəqil hakimimiz, baş sponsorumuz olanların İctimaiyyətlə Əlaqələr üzrə meneceri Anar Məsimovdur. Gördüyünüz kimi qırmızı masa ətrafında Bakı komandası əyləşib. Yaşıl masa ətrafında isə Yunek və indi onlar arasında 2 final döyüşü baş tutacaq. Amma bundan öncə xatırlatmaq istəyirəm ki, bugün biz qalib gələcək komandanı may ayının finalında görəcəyik və hər zaman olduğu kimi baş sponsorumuz Nar ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. Nar sənə ən yaxın. Eyni zamanda daha bir hədiyyə haqqında demək istəyirəm. Nar 4G nişanı barədə. Nar 4G nişanı sizə düymə sıxanlara file start etdiyiniz, indiki kimi file start etdiyiniz hallarda 4G nişanını sinənizə taxmaq imkanı verir. Vaxt sıfırlanıb, diqqətli olun. Və yenə file start. Yenə file start. Ona görə 4G nişanı gördüyünüz kimi Ağarəhim Qılıçevin sinəsinə hədiyyə kimi gəlir. Ona görə Yunek komandasına isə tövsiyə edirəm ki, düymə ilə bağlı biraz daha diqqətli olsunlar. Adətən bu diskvalifikasiyaya aparan yoldur. Ehtiyatlı olun. Düymə sadəcə istədiyin vaxtı sınamaq üçün deyil, bu komandalara cavab vermək üçündür. Bura kimi gəlmişsiniz, burada yolunuz kəsilməsin. Körfəz müharibəsi dövründə atılan bombalardan bəzilərinin üzərinə İngilis dilində Səddama sevgilərlə sözləri yazılmışdı. Bəs bu sözləri yazanlar 1963-cü ilə aid hansı qəhrəman haqqında filmdən ilhamlanmışdılar? Vaxt. Bakı komandası? Namiq cavab verəcək. James Bond. Odur. Tamamilə doğru 1-0. Bond, James Bond. Növbəti sual, yenə bir xal. 1930-cu illərin əvvəlindən etibarən bir çox əcnəbilərin İstanbula göndərdikləri məktublar onlara geri qayıtmağa başlamışdı. Türkiyə poçtu məktubların qayıtmasını necə izah edirdi? Vaxt. Bakı komandası kim cavab verəcək? Namiq izah eləsin. Buyursun. Onlar İstanbul əvəzinə Konstantinopol yazırdılar. Onlar da geri göndərdilər ki, Konstantinopol deyil, İstanbuldur, yəni adı dəyişib. Eynən elə, 2-0. Ötən əsrin 30-cu illərində Türkiyə qərarı gəldi ki, artıq hər kəs şəhərin adını düzgün bilməlidir. Konstantinopol yox, İstanbul. Bu səbəbdən də üzərində Konstantinopol məktubları geri qaytarırdı. Üzərində də Türkiyədə belə bir şəhər yoxdur qeydi ilə. Növbəti sual, yenə bir xal. Yaponiyada bir zooparkda akvaryumun müvəqqəti təmirə bağlanmasından sonra akvaryumun kənarlarına kartondan insan şəkilləri yapışdırmışdılar. Nəyə görə? Vaxt. Bakı komandası? Kənan cavab verəcək. Nə üçün? Heyvanların darıxmaması üçün. Elə deyil. Masadan qalxmalı olursunuz. Yunek düşünür. Bir dənə heyvan var orada, balıq var da, deməli. Balıq insan şəkli görmədən, insan olmadan depressiya olur və yemək yeyə bilmir də ümumiyyətcə. İşçilər də onu şey eləmək üçün eləyirlər. Basıb özümü deyəcəyəm. Sual yad deyirəm də bunu. Yunek komandası Rəşad. Sualı zəhmət olmasa Muxtar üçün təkrar edin. Muxtar, sual belədir. Yaponiyada bir zooparkda akvaryumun müvəqqəti təmirə bağlanmasından sonra onun kənarlarına kartondan insan şəkilləri yapışdırmışlar. Nəyə görə? Salam Fatih, bu faktı səhv eləmirəmsə oxumuşdum. Balıq var idi həmin akvaryumda və balıq insanlar olmadan ümumiyyətcə depressiyaya düşürdü. Yemək falan yemirdi və səhv eləmirəmsə işçilər də ona yemək verilməsi üçün, balıq depressiyadan çıxması üçün karton yapışdırdılar ki, buna insanlar baxır, yəni ətrafında insanlar var, təklikdə hiss eləməsin özünü və rahat depressiyadan çıxsın. Belə. Siz özünüz inanırsınız dediklərinizə? Yəni bir balıq sadəcə yan yörəsində adam yoxdur deyə yeməkdən imtina edir. Ola bilər. Eynən bu faktda bu barədə danışılırdı. 2-1. 2-1 növbəti sual. On 16-cı əsrdə Şimali və Cənubi Amerikadakı İspan müstəmləkələrində kifayət qədər böyük və kobud hazırlanmış gümüş sikkələr buraxılmağa başlandı və sikkələrin keyfiyyətinin aşağı olmasına baxmayaraq Avropa ölkələri
sözün əsl mənasında onların ovuna çıxmışdılar. Bunun səbəbini izah edin. Vaxt. Yunek komandası buyurun, kim cavab verir? Hüseyn cavab verəcək. Eşidirəm siz Hüseyn. Salam Fatih. Bizim fikrimizdə eksponat kimi. Xeyr, elə deyil. İlk saniyədə səhv cavab. Bakı komandası üçün. Sözü balaca gümüş düzəldəcək. Başa düşdün, ağırdır onlar. Okey, başqa bir Özü deyir ki, belə demək olsa ovuna çıxırdı. Bəlkə nəsə söz onu düzəldir. Yox, mən deyirəm ki, bu Avropalılar üçün çox dəyərli metaldan hazırlanıb. Ona görə. Gümüşdür də, yenə gümüşdür. Gümüş çoxdur. Onu əridirlər, balaca gümüşdən istifadə edirlər. Buyurun Elgün. Səbuhi üçün zəhmət olmasa təkrarlaya bilərsiniz. Səbuhi səhv etməyin. 16-cı əsrdə Şimali və Cənubi Amerikadakı İspan müstəmləkələrində kifayət qədər böyük və kobud hazırlanmış gümüş sikkələr buraxılmağa başlandı və onların keyfiyyəti aşağı idi. Amma buna baxmayaraq Avropa ölkələri sözün əsl mənasında onların ovuna çıxmışdılar. Səbəbi nə idi? Ondan keyfiyyəti aşağı ola bilər, amma siz dediniz ki, onlar böyük idi. Yəqin ki, ağır idi bu gümüşlər və gümüş də həmin dövrdə çox dəyərli bir metal idi. Onlar o gümüşləri götürürdülər və daha sonra yəqin ki, o gümüş sikkələri əridərək bu dəyərli gümüşdən sikkə hazırlamaqda və ya başqa digər məqsədlərlə istifadə edirdilər. 3-1, tam doğru izah elədiniz. Həqiqətən bu məqsədlə növbəti sualı yenə bir xaldı ovunda. Rəşad, niyə ki yenə keyfiniz körrandı? Yox, körranmadı. Yüzünüz gülməyəndə mən narahat olmağa başlayıram. Ona görə soruşuram. Siz golf oynamısınız nə vaxtsa? Xeyr. Bəs Elgün, sizin belə golf aludəçiliyiniz varmı? Təəssüf ki, hələ o qədər pulum yoxdur. Golf oyunu haqqında ilk yazılı məlumata 1457-ci ildə Şotland kralı 2. Yakovun fərmanında rast gəlinir. Bu fərman nə haqqında idi? Vaxt. Bakı komandası kim cavab verəcək? Səbuhi cavab verəcək. Düşündük ki, fərman bunun barədə idi ki, bildiyiniz kimi golfu daha çox kişilər oynayır və yəqin ki, o həmin fərmanda yalnız kişilərin golf oynaya biləcəyi barədə bir fərman var idi. Yəni, qadınların oynaya bilməyəcəyi ilə əlaqədar idi. Elə deyildi. Masadan qalxmalı olursunuz, Yunek düşünür. 15-ci əsrdə də nəsə. Bəlkə golfda kiltdən istifadə olunmasın. Golfun nə bilim, nəyə? Golfun adına ilk dəfə deyir fərmanda rast gəlir. Təlimatlandırır, bəlkə golfu nə tər oynamaq lazımdır. Nə tər oynamaq lazımdır. Yəni bu kral bilirsə, bəlkə kralın golf oynadığı ərazi. Qadından gelir, bəlkə kilt geyinməsin. Bu sualı zəhmət olmasa cavablar üçün təkrar edərdiniz. Golf oyunu haqqında ilk yazılı məlumata 1457-ci ildə Şotland kralı 2. Yakovun fərmanında rast gəlinir. O fərman nə barədə ola bilərdi? Fatih, biz elə düşünürük ki, o golf ərazilərinin ayrılması üçündür. Yəni, hansı ki, qeyd olunur ki, kralın 2. Yakovun golf oynadığı ərazilərə başqaları girəlməz və bu ərazilər ancaq golf üçündür. Gəlin bu sualı bir də oynayarıq. Az sonra. Növbəti döyüşdə. Hələlik isə 2 xallıq sual oynanılır. Çox diqqətli olun, çünki Bakı komandası suala cavab versə, dərhal sualı öz qələbəsinə çevirir. Yunek komandası isə hesabı bərabərləşdirə bilər. Bu bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinç duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür. Bəstəkarı Əfrasiyab Bədəlbəyli bu sözləri nə haqda yazıb? Vaxt. Vurma. Nə deyirsən? Bakı komandası buyurun. Öz versiyamı səsləndirəcəm. Bəlkə yallı haqqında deyim. Bu yallı haqqındadır. 5-1. Yenidən komandanın bütün üzvləri əl-ələ verib öz yallısını rəqs edə bilərlər. Tamamilə doğru. Çox sağ ol Maksim, yallını yadımıza saldığın üçün. Yeri gəlmişkən komandalardan birinin qələbəsi o deməkdir ki, bu oyunun sonunda Yunek'in qələbəsi daha bir əlavə sualın səslənməyinə səbəb olacaq. Bakı komandası bu döyüşdə də qalib gələrsə, bu halda 2 ardıcıl qələbə onları mayın finalına çıxarmış olacaq. Masa arxasında indi gedən müzakirələr isə mənim növbəti döyüşə saxladığım ilk sual ətrafındadır. Bu sualı mən sizə bayaqdan saxlamışdım ki, bir də verim. Golf oyunu haqqında o sual. İlk yazılı məlumat golf barədə 1457-ci ildə Şotland kralı 2. Yakovun fərmanında rast gəlinir və bu fərman sizcə nə barədə ola bilərdi? Vaxt.
Güney komandası? Hüseyn cavab verəcək. Risk edirsiniz ilk saniyədə. Aha, buyurun. Bizim fikrimizcə qolfun qaydaları burada təyin olundu. Xeyr. Masadan qalxmalı olursunuz. Bakı komandası düşünür. Bax, ilk dəfə fərman verirlər ki, oyunun qaydaları deyil, zadəcanlar deyil. Bəlkə oyuna qolfral verir. Şotland oyunu elan edir. Ancaq Şotlandlar oynayır. Ancaq Şotlandlar oynayır. Bunu nə deyək? Elə yox, Şotland ixtirası kimi şey eləyir. Bu Şotland oyunudur. Elgün, bu fərmanı yazın. İndi bu sözdən sonra gəl səhv cavab verdim. Çox dəhşət çox versiya var. Gəlin bunu seçək ki, həmin oyunun Şotlandlar biraz egoist millətdir. Həmin oyunun məhz Şotland oyunu kimi, Şotlandların ixtirası kimi tarixdə qalmağını həmin fərmanla təsdiqləyiblər. Gözləriniz qaçır. Redaktorlara da baxır, mənə də baxır. Düz deyirəm, yoxsa yox. Siz təbii ki, hamımızdan təcrübəlisiniz, ona görə bilirsiniz bizim fəndləri artıq. Bu fərman kral tərəfindən ona görə imzalandı ki, o golf oynayan gənclərin vaxtlarını boşa sərf etdiyini düşünürdü. Yəni golfun qadağan edilməsi haqqında qərar idi. Növbəti sual 2 xal dəyərində. Pakistanın Multan əyalətində gəlinlərin toy libası da üzünün bağlı olmasını nəzərdə tutur. Bəs hər şeyi bilib görməyə çalışan, amma çadrada qalan gəlinə toyda baş verənləri necəsə müşahidə etməyə onun böyük nigah üzüyü necə kömək olur vaxt? Buyurun, qırmızı masada işıq yanıb Bakı komandası. Səbuy cavab verəcək. Böyük nişan üzüyüdürsə, yəqin ki, o dəyərli bir materialdandır və bu dəyərli materialdan güzgü kimi istifadə eləyə bilir. Orada baxıb toyda baş verənləri görə bilir ondan. Necə görür? Yəqin ki, baxın, belə görmür, amma mən bu əşyanın demir material nədir? Buna baxanda da mən təxminən əks görə bilirəm, belə deyim də. Yəni, o bunu güzgü kimi istifadə edir. Bəli, o üzüydən güzgü kimi istifadə edilir. Bu üzüydə kiçik bir güzgü quraşdırılır və gəlin necə oturursun, başı aşağı, başı yuxarı, indi başı yuxarı əlbəttə otura bilərsiniz, amma başı aşağı oturanda o üzükdə hər şeyin əksini görə bilir. Növbəti sual 1 xal dəyərində. Abbas Çayxorski Leningrad Universitetinin Kimya Fakültəsinin 1945-ci ildə əsası qoyulmuş radiokimya bölməsində təhsil almışdı. Görkəmli alim öz müsahibələrinin birində radiokimya kafedrasının yaradılmasının zərurətini hansı hadisə ilə əlaqəli olduğunu demişdi. Vaxt. Yenə Bakı komandası düymədə birincilik kim cavab verir? Gözdən olar. Namiq cavab verəcək. Namiq eşidirəm sizi. Çox güman ki, o Xirosima və Nagasaki atılmış atom bombalarına görə əsaslandırmışdı. 3-0, bəli, eseri tezliyi ilə öz atom bombasını yaratmağı məqsəd qoymuşdu. Elgün, izah eləyin. Nəyə görə eyni cavabı Tural da vermək istədiyi halda siz cavab haqqını Namiqə ötürdünüz? Sadəcə, belə deyim, Turalın debütü o qədər uğurlu alınmadı. Təkrar istəmirəm ki, düşməz. Bəlkə də mən mikrofonu ona uğurlu ötürmürəm, ona görə qoy Namiq cavab versin. Çünki mənə elə gəlir ki, Turalın həm də o emosional təbiəti ona doğru cavab verməyə mane ola bilərdi. Bəli. Görürsünüz Tural. Mən sadəcə versiyaydı, atdım, o razılaşdı. Bunu yadınızda saxlayın. Növbəti sual, yenə bir xal. Rəşad, bu suala neysə mən ürəyimə damıb ki, sizin komanda cavab verəcək. Görkəmli alimimiz, kimya elmləri doktoru Abbas Çayxorski 1970-ci ildə nəyin modifikasiyasını hazırlamışdı? Vaxt. Buyurun, Elgün, kim cavab verir?
Gəlin yoxlayaq da görək Turala düşərli olacaq yoxsa yox. Yoxlayaq. Tural, eşidirəm sizin cavabı. Qəbələdə yerləşən radiolokasiya. O deyil, o deyil. 15 saniyə Yunek. SSR-də ilk atom bombası hansıdır? Yox, bəlkə tsar bombası. Atom bombası öz içindən çıxır. Bəlkə tsar bombasının zadı modifikasiya edilib. Tsar bombası SSR-də 70 deyir, 1970. Nə Samora zadı ola bilər, nəsə Samora modifikasiya edilib. Buyurun Rəşad. Eşidirəm. Cavabınız kimdən gəlir? Sualı zəhmət olmasa Cabbar üçün təkrar edin. Abbas Çayxorski 1970-ci ildə nəyin modifikasiyasını hazırlamışdı? Görkəmli alimimiz, kimya elmləri doktoru. Buyurun. Cavabınız? Yoxdur? Versiya odur ki, neftin modifikasiyalarda, neftin fraksiyaları. Yox. İnanmayacaqsınız. 70-ci illərdə tək Azərbaycanda yox, bütün SSR-də bir qısa müddət boyunca Mendeleyev cədvəlinin Çayxorski tərəfindən modifikasiya olunmuş versiyası istifadə olunub. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Yunek komandası bu döyüş burada bitə bilər. Bu döyüş burada bitə bilər və bu çox təhlükəlidir. Nəyin satışı və kütləvi populyarlığından sonra Londonda metro stansiyalarına vurulan ziyanın həcmi qat-qat azalıb. Vaxt. Yunek komandası buyurun. Hesab arasında fərqi minimuma endirə bilər. Eşidirəm onu. Yağış paltoları deyil. Əvvəl çətirlə olurdular, zədəli vururdu. Yağış paltosu. Çox yaxşı versiyadır, amma o deyil. Bakı komandası düşünür. Zərəri necə vurursun? Divarına çəkirsən də məsələn. Yetişən dərəcələrdə satışı və populyarlaşması. Saat və işarəsi süvənə kimi istifadə edir. Saqqız bəlkə stres azaldılmış olmalıdır insanlara. Bəlkə telefon, mobil telefon. Qabaqlar şey eləyirlər, şey üçün maraqlıdır. Mobil telefon. Hələ başları qaçır. Elgün kim cavab verəcək? Bu qədər versiya var. Hansını seçirsiniz? Zəhmət olmasa təkrarlaya bilərsiniz. Sizin üçün. Nəyin satışı və kütləvi populyarlığından sonra Londonda metro stansiyalarına vurulan ziyanın həcmi qat-qat azalıb? Gəlin belə düşünək ki, dünyanın hər tərəfində insanlar eyni cürdür və yəqin ki, İngiltərədə də mobil telefonların satışından sonra onlar yəqin ki, sadəcə oturub, bütün günü başını aşağı salıb telefonla oynayıblar və heç bir vaqona zərər vurmayıblar. Əvvəllər nə edirdilər ki? Əvvələ yəqin ki, boş bekarçılıq olanda insanlar yəqin ki, qatarı pis günə qoyurlarmış, amma mobil telefondan sonra vaxtlarını daha səmərəsiz, belə deyim, keçirməyə başlayıblar. Tural, elə bil nəsə əlavə eləmək istəyirsiniz? Mən artıq Turala mikrofon verməyəcəm. Niyə? Yox, bir dəqiqə onun əlavəsi var da. Tamam. Çünki Yunek komandasının əlindən şansı almayaq da, o qoy da əlavə eləsin. Yox. Rica edirəm, çox xahiş edirəm. Siz bunun düz olub olmadığında qərar verin, mən sonra mikrofon. Təbii ki, buyurun cavab verin. Mən yox, onsuz da cavabı qəbul eləmişəm. Qəbul eləmişsiniz, o vaxtlar qəpiklərlə götürüldülər, nəsə divarların üstündə yazırdılar. Həm bu faktı mən dəqiq bilirəm, amma metro ilə yox, vağzallarla bilirdim. Məncə eyni şeydir. Eyni şeydir, 5-0. Siz may ayının finalında özünüzə yer təmin elədiniz. Siz may ayının çempionu adı uğrunda yarışmaq üçün özünüzə yer elədiniz. Bu Bakı komandasının uğuruydu. Bu Bakı komandasının ardıcıl 2 final döyüşündə qələbəsi idi. Və bu döyüşdə hər birinin əlbəttə ki, əməyi oldu. Mən isə bugün verilişimizdə əməyi olan hər kəsə təşəkkür edirəm və həm də müstəqil hakimimiz, baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr üzrə meneceri Anar Müəllim Məsimova. Anar müəllim, Bakı komandasının çox inamlı oyunu, amma bugün çox gərgin bir verilişin də şahidi olduq elə bil, hə? Yox, o qədər də deməzdim gərgin idi. Bakı sanki rahatlıqla cavab verir. Çünki burada baxıram, yəni xeyli suala düzgün cavab verirlər. Siz öz qeydlərinizi aparırdınız. Siz öz hər bir sualla bağlı qeydlərini aparırdı. Bu qədər diqqətlə izlədiyinizə görə təşəkkür edirəm. Əziz tamaşaçılar, siz də baxın bir həftədən sonra bizə burada ictimai televiziyada Brandingə. Yeter ki gözüm korkmasın, gelecek